Tövbətu alə ərbəəti dəaim. Tövbənin 4 dənə söykənəcə yeri var. Biri budur ki, nədəmun bin qalbi. Qəlbinə insan peşman olar. Məsələn, hər hansısa bir işi gördüm, Allah, niyə elədim? Kaş eləməzdim. Kaş bu işi görməzdim. Qəflətə düşür və s. Qəlbən peşman olar. Və istiğfarun bil lisani. Dillə istiğfar eləyər. Bağışlanma istəyir Allahdan. Baxın, insanın elə qəlbi peşmançılığı bəzən bəs edir, amma bəzən yaxşı olar ki, bəndə o elədiyi günahlar var, o xətalar var, özü və Allahı arasında bir dilə gətirə. Etiraf eləyə, Allah bunu eləmişəm. Əslində fikir verirsiniz, bəzən insan mümkün deyil, bir günah eləsin ki, dilinə gətirməyə belə həya eləsin, amma o günahı eləyib. Nə gözəl olar, bir dənə sən onu dilvə gətirirsən Allahın müqabilində, Allahdan istiğfar eləyəsən, bağışlanma istəyəsən. Növbəti budur ki, əməlun bil cəvarih.